Dadı ilə hər kəsi valeh eləyən həmin o limonlu piroqu hazırladım. Çox möhtəşəm alındı. Mütləq siz də hazırlayın. Videonu yaddaşa bilməyi unutmayın. Keçəyin hazırlanma qaydasına. Bizə lazım olacaq 4 ədəd yumurta, 1 stəkan şəkər tozu. Əlavə edib qarışdırırıq. Qarışdırdıqdan sonra üzərinə 5 yemək qaşığı xam əlavə edib yenidən qarışdırırıq. Və 1 ədəd də limonu doğrayıcı blenderda xırdalayıb üzərinə əlavə edirik. Və 1 stəkanı duruya əlavə edib qarışdırırıq. Ən sonda üzərinə 2 stəkan un, 1 paket vanil, 1 paket də qabartma tozu əlavə edib qarışdırıb və pişirəcəyimiz qəybin içərisinə əlavə edib sobada 200 dərəcədə təxmini 15-20 dəqiqə pişiririk. Pişirdikdən sonra çıxardıb üzərinə qatılaşdırılmış süd əlavə edirik. Mütləq hazırlayın. Çox dadlı, möhtəşəm alındı. Əminəm ki, hazırlasaq çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.